Milyonlarla insanlar, Allah'a inanan insanlar təsadüflərə də inanırlar. Və problem buradan başlayır. Onlar elə bilirlər ki, kimlərsə bunlara nəysə elədilər durduq yerdə. Və yaxud da hansısa bir problem durduq yerdə yarandı. Təsadüfən. Onlar şikayətlənirlər, narazılıq edirlər, günahkar axtarırlar, kimlərisə belə mübarizə aparırlar. Bu dünya, yəni bu dünyanı kimlərsə, nələrsə idarə etmir. Bu dünyanı Allah idarə edir və iminli bu cür olması onun icazəsi ilə baş veribdir. Onun bundan xəbəri vardır. Və bilirsən, ateizm dövründə yaşadığım zaman bu kimin yanaşmanı məsuliyyəti Allahın üstünə atmaq kimi baxırdım. İndi isə başa düşürəm ki, bu məsuliyyətsiz davranış deyil, əksinə sən şikayəti yığışdırırsan, sən daha günahkarları axtarmırsan kənarda, sən başa düşürsən ki, bir səbəb var və bu sənə toxundusa, bu sənlə bağlıdır. Yəni, nəsə səndən çıxdısa, nəsə sənə zərər törətdisə, başqasına zərər törədər də, niyə məhz sənə? Əgər məsləhət olsaydı, qorunardın, sənə heç nə olmazdı. Əgər oldusa, bu sənə necəsə toxundusa, demək sənlə bağlıdır da, vəssalam. Və bu zaman, nə vaxt sən bunu həqiqətən dərk edirsən, elə bilə sözdə başa düşərək yox, həqiqətən dərk edirsən daxilən, bu zaman transformasiya başlayır. Sən başlayırsan axtarışlara. Nəyi mən dünənləri səhv etdim ki, bu günləri belə bir şey qarşıma çıxdı. Hansı toxumları mən dünənləri əkdim ki, bu günləri belə bir barlar yetişdilər. Bax, bu öz üzərində işləməkdir.